Mayın 6-sında Rusiya ordusu Ukraynanın Sumu şəhərinin mərkəzində yerləşən uşaq bağçasına pilotsuz uçuş aparatları ilə zərbə endirib. Sumu vilayət hərbi administrasiyasının rəhbəri Ale Grigorovun yaydığı məlumata görə, dron zərbəsi nəticəsində bir nəfər ölüb, 2 nəfər isə yaralanıb. Eyni zamanda şəhərə zərbələrin davam etdiyi və sakinlərin təhlükəsiz yerlərdə qalmasının vacib olduğu bildirilib. Sumu şəhərinin meri vəzifəsini icra edən Artem Kobzar isə qeyd edib ki, 2 pilotsuz aparatı birbaşa uşaq bağçasının binasına düşüb və dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur. Qeyd edək ki, səhər saatlarında Sumu vilayətində dron hücumu nəticəsində bir qadın ölüb. Bununla yanaşı Ukrayna prezidenti Vladimir Zelenski X hesabında Rusiya hücumları barədə paylaşım edib. O qeyd edib ki, Rusiyanın hücumları atəşkəsin inkar edilməsidir. Onun sözlərinə görə, bu günün başlanğıcından bəri Dnepr, Zaporojye, Kramatorsk və digər bölgələrə qarşı 30 hücum həyata keçirilib. Ötən gecə və bu səhər 70-dən çox bomba ilə 20-dən çox aviazərbə endirilib. Gecə boyu Rusiya ordusu həm də müxtəlif tipli dronlardan istifadə edib. Ukraynanın hava hücumundan müdafiə qüvvələri 90-a yaxın dronu zərərsizləşdirib deyə Zelenski qeyd edib. O vurğulayıb ki, Rusiya atəşkəsi ümumilikdə 1820 dəfə pozub. Ukrayna lideri Rusiyanı müharibəni bitirməyə çağırıb və rəsmi Moskvanın Kiyev tərəfinin diplomatik təkliflərindən xəbərdar olduğunu bildirib. Zelenski Kiyevin 8-9 may tarixlərində Rusiyanın təklif etdiyi atəşkəsə əməl edib etməyəcəyini dəqiqləşdirməyib.